Dekabrın 12-sində Xankəndi-Laçın yolunda başlayan aksiya davam edir. Etirazların 25-ci günündə də Rusiya sülhməramlı kontingentinə məxsus nəqliyyat vasitələrinin ərazidən maneəsiz keçidi təmin olunub. Havanın şaxtalı olmağına baxmayaraq ekofəallar etirazları əzmlə davam etdirirlər. Qarabağda sərvətlərimizin qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya 25 gündür davam edir. Dekabrın 12-sində başlayan və gecə-gündüz demədən fasiləsiz keçirilən aksiyanın iştirakçıları bu gündə müxtəlif növ nəqliyyat vasitələrinin humanitar keçidinə şərait yaradıb. Rusiya sülhməramlı kontingentinə məxsus daha bir avtomobil karvanı Xankəndindən Laçın istiqamətinə aksiyaların keçirildiyi yerdən heç bir məhdudiyyət olmadan hərəkət edir. Biz heç bir zaman yolu bağlamamışıq, yol istənilən zaman açıqdır və maşınlar gəldiyi zaman biz yolu açırıq, maşınlar öz hərəkətini davam elətdirirlər. İnşallah hər şey yaxşı olacaq və öz istəklərimizi yerinə yetirəncə buradayıq. Göründüyü kimi biz yolu bağlamamışıq və monitor qrupu həmin yerə istədiyimiz əraziyə daxil olana qədər biz aksiyanı davam etdirəcəyik. Əsas məqsədimiz də ekoloji tarazlığı qorumaq, təbii sərvətlərimizin qanunsuz salınmasının qarşısını almaqdır. Hava şəraitinin şaxtalı olmasına baxmayaraq əfə-ruhiyyəmiz də yüksəkdir. Ekoloji terrora qarşı aksiya gecə saatlarında da davam edir. Ekofəallar Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirərək ərazilərimizdə yataqların qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bizim burada dayanma məqsədimiz odur ki, qazilərimizin qanı, şəhidlərimizin canı bahasına alınmış torpaqlarda olan ekoloji cinayətlərin qarşısını almaqdır və bizim burada dayanmağımızın əsas məqsədi budur. Əhval-ruhiyyə təbii ki, yüksək, hava şəraiti fərqi yoxdur, yəni həmişə burada könüllərlə bir yerdəyik. Əhval-ruhiyyəmiz daim başından axıra qədər yüksək olub. Əminəm ki, bundan sonraki müddətdə də eyni qaydada davam edəcək. Fəallar tələblər yerinə yetirilməyincə aksiyaları davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Elşad Heydərov, Rüstəm Mikailzadə, ASTV Xəbər.